Ruslan müəllimin keyfi. Süper, birinci oyunu qalib gəlmişik. İnşallah indi növbəti oyunumuzu gözləyirik. Çox bomba oyuncusu da, yəni mən nə deyim də Ruslan. Üstün komanda bomba oynadı. Bir də Trim Önən Nərimangil oynadığı komanda. Məncə finalda sürpriz oldu. Məncə favorit 2 komanda, 3 komanda da var. Bəzi oyunlar, o komandalar var ki, siz hələ görməmişsiniz oyunları, amma növbəti oyunlarda siz onları görəcəksiniz, onlar da güldürdülər. Mən heç sana bilməzdim ki, uşaqlarda televizorda baxdığım adamdan çazıqaya bir intervyu alacağım. Gəl, əmi sən öp. Ne deyə bilərsən bu basketbol media liqası haqqında? Çok güzel bir yani bir cesaret talep ediyor bunu durmağa. Ruslan sağ olsun hamımızı bir yere yığdı. Farklı bir medya basketbol komandaları yarandı. Bloggerler, aktörler, aparatçılar, düzdür. Bəziləri aktör aparatçılar. Amma bəzi aktör aparatçılar var ki, gəlmək istəyirlər, risk eləmirlər. İndi birinci sezondan sonra mən 100% bilirəm ki, onlar hamısı iştirak edəcəklər. Sözsüz ki, ikinci birinciden daha da yaxşı olur. Ancaq yəni söhbət realitydə, idmandan gedir. Kinodan gedir. Kinoda ikinci emzir. Qəfəs də ikinci yaxşıydı, o vaxtı. Gələr ikinci partlayış gedir. Necə keçdi? Ne diyeyim değil mi? Sürümsü verenler bizi. İlk proyekt kimi ümumiyyətlə, ideya kimi çox bombadır. Çünki bizdə basketbol oynayanlar akademiyası var, o mübarədi var, amma ki belə bir şey yoxdur deyə. Tamam tribunaya baxsaz, nə qədər adam var elə biri biz özümüz, hər yer gözlür yarısı bir topadan ağır yata bildir. Məşqlərə niyə gez-gez gəlir? Məşqlərə gez-gez gəlirdim, ona görə ki, bilirsən ki, teatrda çalışıram. Məşqlər, teatr, поэтому как-то вот так da, rебята. Teatralni basketbolist. Ruslan respekt. Həqiqətən ürəkdən deyirəm ki, Şubakinski adından çox super və çox şadam ki, mən burada iştirak edirəm. Keçə, udacaqsan ben yoxsa yox? Çətin sualdır, çünki biz indi analiz eləyirik, kim yaxşı oynayır, kim pis. Məncə ki, uduzmarıq, amma udmarıq yox. Bu adamın yanında duranda adam özün yerine videoda hissediyor. Çok böyle möhtəşəm aurası var. Təxmin mənim qardaşım, necəsən? Sağ ol Əzim, sağ ol. Əlayam, sən necəsən? Çok möhtəşəm oyun oynadınız, baxdım. Sizin komanda çok güçlüdür, açıq ya. Konkret basketbolçuğa yığışıb deyəsən, hə? Ya orada da yəni profesional basketbolcu vaxtı ikən olan bir məndən bir də Ruslandır. Bəcələdi belə komanda elə siz idiniz. Hə, o bilsin, təri qanunda var. Peşəsindən asılı olmayaraq, yəni sənədindən asılı olmayaraq, hər kəs kimi meydançada toplaşıb idmanı təbliğ edir, sağlam həyatı təbliğ edir. Yəni bu çox gözəl bir şeydir. Это потрясающий проект. Я благодарен Руслану за это и всем участникам, kimi iştirak edir, iştirakçılara minnətdaram. Niyə görə? Çünki мы поддерживаем спорт. Təşəkkür eləmək istəyirəm federasiyaya, təşkilatçılara, Ruslan Aslanova bizi dəvət elədi, hamımızı yığdı. Ən birinci idman anonsunda həm sağlamlıq, həm insana səbəb enerji verən bir şeydir və idman ətrafında yığışmışsa çox möhtəşəm bir şeydir. Bizim gözləntimiz Azərbaycanda basketbolu yüksək səviyyəyə qaldırmaq və eyni zamanda basketbol media inşallah sivrilizlərə fəaliyyət. Qışın, mən çəyəcəyəm ha. Əlbəttə. So, ay neçəsin? Gəl aydan. Gəl aydan. Su yerdə səyirdən girəcəm. 5 sözündə neçə rəqəm var? 5 sözündə neçə rəqəm var? 1. 5 sözündə neçə rəqəm var? 1. Come on, man. 5 sözündə neçə rəqəm var? 5 sözündə 3 dənə. 5 sözündə neçə rəqəm var? 1. What? Səncə 5 sözündə neçə rəqəm var? 5 sözündə neçə rəqəm var? 3. Səncə 5 sözündə neçə rəqəm var? 5. 5 sözündə neçə rəqəm var? Rəqəm Yaxşı gəlir. 3. 5 sözündə neçə rəqəm var? 1. Get out of here. Get out of here, man. 5 sözündə neçə rəqəm var? 5 sözündə rəqəm yoxdur. Keçən il qaçış üzrə olimpiyadada ikinci yerdə qaçanı keçirsən, neçənci yerdə varsan? 3. Birinci yerdə.
Hansı məktəbdə oxuyursan? 200. 200 də mənim məktəbə bir dənə salamlar göndər buradan. Salam. Sən hansı məktəbdə oxuyursan? Qubada Xuzbala kəndində. Qubada hansı məktəb? Xuzbala məktəbində. Xuzbala məktəb. O nə məktəbdir ki, Xuzbala? Nə deməkdir ki o? Ha, Xuzbala kəndinə. Gözəl. Bir dənə salam göndərək Xuzbala kəndinə. Qəşəng. 200 yok 215 taş. Neçə? 215. Sən bilmirsən, hansı məktəbdə oxuyur, bax ki. Qaçış üzrə olimpiyadada ikinci yerdə qaçanı keçirsən. Neçənci yerdə olarsan? İkinci yerdə qaçanı keçirəmsə birinci yerdə. Əcdar. Xat tapdın. Doğulan Qaçış üzrə olimpiyadada ikinci yerdə qaçanı keçirsən. Neçənci yerdə olursan? 1. Yaxşı. Qaçış üzrə olimpiyadada ikinci yerdə qaçanı keçsən. Neçənci yerdə olarsan? Birinci. Oy canavar. Qaçış üzrə olimpiyadada ikinci yerdə qaçanı keçsən. Neçənci yerdə olarsan? İkinci yerdə qaçanı keçsən. Nə bileyim qardaşım, yəqin ki 3 olaram da. 3. Əla. Qaçış üzrə olimpiyadada ikinci yerdə qaçanı keçsən, neçənci yerdə olarsan? Birinci. İkinci yer keçsəm. İkinci. Babadan baba! 1 kiloda neçə santimetr var? 10 santimetr olar da. Olsun da olsun. 1 kiloda neçə santimetr var? 1000. 1 kiloda neçə santimetr var? 1000. 1 kiloda neçə santimetr var? Yox. Qəşəng. 1 kiloda neçə santimetr var? Yaxşı, bir də belə sual verim. Gəncləri hara getməyə məsləhət görürsən? Media basketbola. Yalnız dərsə getməsinlər. Yox, dərsə heç də, dərsə o hesab hesab. Oxuyun, oxuyun. Gəncləri hara getməyə məsləhət görürsən? Gənclik metrosuna. Kontentinə də Bu fərq nədir? var. Yəni elə veriliş var ki, Metronun içində bu nə də çəkilir? Gəncləri hara getməyə məsləhət görürsən? Gənclərə baxın, yenə hamı deyəcək ki, sən teatrdan danışsan, amma həqiqətən də gənclərə ilk növbədə teatra getmək lazımdır. Bizim incəsənəti, mədəniyyəti bilmək lazım. Tək bizim yox, dünya. Ondan da əlavə, bax belə bir yarışmalara da gəlmək lazımdır, iştirak eləmək lazımdır, baxmaq lazımdır və bizim Azərbaycan idmanında qaqaş Gəncləri hara getməyə məsləhət görürsən? İdmana. Vəssalam. Dərsə getməsinlər? Yox. Gəncləri hara getməyə məsləhət görürsən? Kitabxanaya. Gəncləri hara getməyə məsləhət görürsən? Media basketbol. Dərsə getməsinlər? Hə, dərsə də müddət keçsinlər. Bunu dəyişərik adımlar. Gəncləri hara getməyə məsləhət görürsən? Ora. Gəncləri hara getməyə məsləhət görürsən? Sibrizə. Vampirlə zombi bir-birini dişləsə nə olar? Vampirlə zombi bir-birini dişləsə, əlimi irəliyə. Однажды бульварда я сидел, ты ко мне подошел, а ты меня обидел. buyurun. Vampirlə zombi bir-birini dişləsə nə olar? Katil et, mən nə bilim. Vampirlə zombi bir-birini dişləsə nə olar? Nə olar? Nə hansı? Vampir. Vampir, zombi güclü də. Sibrizdə zombilər var. İndi modda soruşmaq, kişi nə qədər pul qazanmalıdır? Bəs sənin kişin nə qədər pul qazanmalıdır? Mən kişi milyardlar qazanmalıdır. Oyda, milyardlar. Elə bir dərəcəyə çatmalıdır ki, pulu fikirləşmə. Kağız olsun. Mexico. Bəs sənin kişin nə qədər pul qazanmalıdır?
Bəs sənin kişin nə qədər pul qazanmalıdır? Məndə kişi yoxdur ya bura. Məncə 1000 manatdan yuxarı yaxşıdır. Yaxşıdır, bəs eləyəcək. Yox, bəs eləməyəcəm amma yaxşı. Rasxodda baxmayacaq da. Yox, bağlanmır da. Onda dinən nə qədər bəs eləyir? 5000. 5000. Sən rasxodun 5000. 5000 minimum ən az. Mənim kişi. Fərq eləmir nə qədər qazanma. Əsas odur ki, qazanıb alimə baxmaq lazımdır. Çox fərq eləmir qardaş. Fərq eləmir. Bəs sən kişin nə qədər pul qazanmalıdır? Mənim istədiyim oğlan 100 manat qazanır. Gəl elə biləm 100 manata sən. Maniküra satır. Kim senin kişi boş? Bəs sənin kişin nə qədər pul qazanmalıdır? Mənim kişim ən azından 10-15 min. Firdovsin mamasının 3 dənə oğlu var. Adları Mart, Aprel və May. Qəşəng. Mart, aprel, may. Mart, Aprel, May. Çox. Firdovsin mamasının 3 oğlu var. Aprel, Mart və Aprel, mart, Mart, Aprel, may. Firdovsinin mamasının 3 oğlu var. Adları Mart, Aprel və Mart, aprel, may. Firdovsinin mamasının 3 oğlu var. Adları Mart, Aprel və Michael. Michael. Firdovsinin mamasının 3 oğlu var. Mart, Aprel və Firdovsinin mamasının 3 oğlu var. Aprel, Mart, Aprel, mart, iyul. iyul. Aprel, mart, may. May. Olsun da iyul. Danlımaya bildim. Firdovsinin mamasının 3 tane oğlu var. Mart, Aprel və Firdovsinin mamasının 3 oğlu var. Adları Mart, Aprel və May. Firdovsinin mamasının 3 oğlu var. Adları Mart, Aprel və May. Firdovsinin mamasının 3 oğlu var. Mart, Aprel. Ha, Firdevsi.